Quran-ı Kərim buyurur: "Huvellezî enzele aleykel kitâb minhu âyâtun muhkemât hunne ummul kitab və uxara müteşabihat." Ali İmran surəsi 7-ci ayədir. Allah enzele aleykel kitab, sənə bir kitab nazil etdi ki, o sənə bir kitab nazil etdi ki, orada möhkəm ayələr var, mütəşabih ayələr var. Amma möhkəm ayələr nədir? Kitabın əslidir, ummul kitab. Kitabın özəyidir. Və uxara mütəşabihət. Digər ayələr də var ki, mənası bir neçə il yazıla bilən mütəşabihət. Fəəmməlləzinə fi qulubihim zeyğun fəyəttəbi'un mə təşabəhə minhu ibtiğa'əl fitnəti və ibtiğa'a təvilih. Və mə ya'ləmu təviləhu illallah. Qəlbində mərəz olanlar bu mütəşabih ayələrdən öz mənfur məqsədlərindən ötəri istifadə edəcəklər. Fəsad törətməkdən ötəri, pis işlərində, məqsədlərində bu ayədən istifadə edəcək. Amma Allah təala buyurur: "Və mə ya'ləmu təviləhu illallah." Allahdan qeyri bunların təvilini bilən yoxdur. Və rasixunə fil ilm. Və elmdə qüdrətli olanlar da bunun təvilini bilənlərdirlər. Yəni biz Allahın kəlamlarını tam başa düşməkdən ötəri, indi tərcümə olsun, təfsir olsun, yenə biz bu məsələdə möhtacıq Əhl-i Beyt əleyhissalamın sözlərini ki, Quran-ı Kərimi anlaya bilər.